Sabahınız xeyir olsun Sevda xanım, xoş gəlmisiniz. Sabahınız xeyir olsun. Televiziyamızın yarandığı gündə, bu bayram günündə dəvətimizi sizə təşəkkür edir və bayramınızı təbrik edirik. Çox sağ olun. Mən sizə təşəkkür edirəm ki, belə gözəl bir gündə məni yada salmısınız, dəvət etmisiniz. Mən də fürsətdən istifadə edib bütün həmkarlarımı və əlbəttə ki, tamaşaçılarımızı bu gözəl bayram münasibəti ilə təbrik edirəm. Hamınıza gözəl verilişlər, uğurlar arzu edirəm. Səhərinizi nə ilə açırsınız? Su, çay, qəhvə, yoxsa? Mən səhərimi su ilə açıram, amma sonra bir müddət keçəndən sonra əlbəttə ki, kofeni çox sevirəm, kofe ilə açıram. Amma bir şərtlə ki, kofe acı kofe olmalıdır. Suyunuzu içmisiniz yəqin ki? İçmişəm. Qəhvənin zamanıdır. Düz vaxtıdır. Onda gəlsin. Mən zarafat elədim, amma görürsünüz, kofe də oradan tanır. Təşəkkür edirəm, çox sağ olun. Sizə nuş olsun, rubrikamızı yəqin ki izləmisiniz. Qarşınızda suallar var, o sualları cavablandıracaqsınız. Başlayaq. Dəfələrlə izləmişsiniz. Nəhayət ki, bu sualımıza cavab verə bilərsiniz. Bəbir Kilimancaronun qarlı zirvəsində nə axtarırdı? Mənim ən çox sevdiyim filmlərdəndir Kilimancaronun qarları. Əgər Bəbir Kilimancaronun qarlı zirvəsində nə isə belə maraqlı bir şey axtarırdısa, bütün insanlar həyatda öz missiyalarını axtarırlar, tapırlar, tapanlar çox xoşbəxtdirlər ki, onu yerinə yetirə bilirlər. Öz işığına güvənəni başqasının parıltısı qıcıqlandırmaz ifadəsi nə deməkdir sizin üçün? Çox gözəl sualdır. Bu yaşa gəlib çatmışam. Çox az belə ətrafımda insanlar var. O insanlar hamısı, ətrafımdakılar hamısı parıltılı insanlardır. Mən onların parıltısını görməliyəm ki, özümü rahat hiss edeyim. Başqasının parıltısı məni heç vaxt qıcıqlandıra bilməz. Buna da cavab verdim, belə qoyuram ki, çaşmayım. Televiziya aparıcılığı sintetik sənətdir. Hər yaraşıqlı, müasir, ali savadlı gənc televiziya aparıcısı ola bilər. Həddindən artıq öz üzərində çalışan, məqsədlə gedən insanlar, onlar istedadlıları da ötüb keçirlər. Sosial media ya televiziya? 43 il televiziyada işlədiyimə görə mən televiziyanı seçirəm. Amma buna baxmayaraq, müasir həyatla ayaqlaşmaq üçün mənim işim gənclərləndir. Ona görə sosial mediada yaddan çıxmamalıdır. Amma televiziya. Yaxşı, bəs sosial mediada neçə saat vaxt keçirirsiniz? Çalışıram az hissə olsun, amma mütləq mən izləməliyəm. Növbəti sual. Safariyə birdən-birə arxa çevirib Afrikanın ən uca qarlı zirvəsinə üz çevirən Harri kimi hərəkət edə bilərdiniz həyatda. Mən istədim ki, məndən hər şey gözləmək olar. Birdən-birə elə üz çevirib gedirəm və yaxud həyat tərzimi dəyişirəm ki, onu ancaq mən daxilimdə bilirəm ki, mən bunu etdim. Sevda xanım, maraqlıdır. Özünüz özünüzü nə dərəcədə tanıyırsınız? Ya, necə çətin sualdır. İnanarsınız ki, mən özümü bu yaşa qədər hər gün kəşf edirəm. Efirdən uzaq qaldığınız məqamlar olub. Efir üçün darıxmaq necə hissdir? Mənim 100-dən çox kino sənətkarları haqqında filmlərim var. Onlar hamısını özüm səsləndirmişəm. Hər gün televiziyada mən tələbələrlə məşğul oluram. Mən özümü efirdən uzaq hiss eləmirəm. Amma mənim həyatımda xəbərlərin öz rolu olub. Ona görə xəbərlər üçün çox darıxmışam. Gənclərin arasındasınız. Azərbaycan televiziyasının Teleradio Akademiyasında illərdir dərs deyirsiniz. Bugün Rafiq Hüseynovlar, Roza Tağıyevalar yetişirmi? Hər dövrün öz yetirdiyi insanlar var. Bundan sonra da, yəni Rafiq Hüseynovlar, Roza Tağıyevalar, onlar olacaq. Sevda xanım, ümid edirik ki, suallarımızla yormadıq sizi. Mən heç bilmədim, vaxt necə gəldi, keçdi. Mənə çox gözəl həm təsir etdi, həm də ki, çox, hətta deyərdim, kövrəltdi məni biraz. Bir də bilirsiniz niyə görə mən belə rahat suallara cavab verdim. Buranın, bax, bu Hill restoranının aurası o qədər mənə doğma gəldi. Yəni, çox sevdim buranı. Bu bayram günündə vaxt tapıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik sizə. Mən təşəkkür edirəm.